Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlere güzel bir həyət evimizin çəkilişinə gəlmişəm. Qaz sayğacı, işıq sayğacı var, artizan suyudur değerli dostlar. Ev qəşəng həyəti bacası var dostlar. Həyətinə maşın girir, bir dənə maşın. Çöl sanitar qovşağımız var. Bu arada kanalımızı beğenin, abone olmayı unutmayın. Həyətində su yeri mövcuddur dostlar. Baxın elə. Görürsünüz, qəşəng evdə. Evimizin padvalını göstereceğim dostlar. Padvalı. Bakın böyle bir padvaldır. Evimizin böğrüne, arkasına, her yerine çeşme olur. Evimiz şəxsi tikilidir. Çöl sanitar qovşağıdır. Ev şəxsi tikili evdə. Yani özü üçün, özü tikan adamın evidir kardeşler. Qiymət 60 min. Ev əşyalı qalır, hər şey qalacaq, götürülməyəcək. Keçib baxırdıq evin içinə. Gəlin həyətdən birinci maraqlanaq. Dəmir reşotkalar, üzümləri, hər şey mövcuddur. Dostlar baxın, bura evin arxası. Qəşəng, yani burada da padval yeri var. Dostlar baxa bilərsiniz. Evin içində də var, qabağında da var, hər yerində var. Burada ərik ağacımız mövcuddur. Gördüyünüz kimi. Burada da bu da ərikdir deyəsən elə. Hə, ərikdir. Şalaq ərikdir, biri də şey ərikdir. Yanağı qırmızı əriklərdən. Dostlar, bax belə bir həyət bacası var. Evin həyəti xoşuma gəldi. Belə pis çıxmasın. Biraz əl gəzdirmək lazımdır. Qəşəng evdə. Üzümü də ləzzət elədi. Bax, burada üzüm yerləri var. Qaz sayğacının, işıq sayğacının olmağı da plusdur. Yəni onu da deyim dostlar, biləsiniz. Evi girişdə bax belə bir koridoru var. Kürsü içərdəndir. Kürsü içərdəndir. Bax belə bir kürsüsü var. Girdim bax buralar. Koridordur dostlar. Bax belə bir koridoru, mətbəxdir. Bax belə. Bunlar hamısı qalır evin içində. Ev əşyalı satılır. Heç də götürmür. Dama çıxış yeri burdandır. Burada da mətbəxdir dostlar. Bax belə bir mətbəxi mövcuddur. Mətbəx məbəli düzü biraz köhnədir. Şəxsi evdir da indi. Kim alsa onları yığar. Amma əşyaları qalır. Yəni ev koridoru geniş, iri bax koridordur. Girişdə bax belə bir koridoru var. Klasik evdir. Bir dənə evdən televizor götürəcək də, qalan hamısı qalır. Heç də dəymir. Birinci sala girək dostlar. Bura evimizin qonaq otağı. Geniş, səliqəli, qoşadaş, iri bir evdir. Bax buradan pəncərədən göstərə bilərəm. Görürsüz, qoşadaş evdə. Məhəlləsi zad da yaxşıdır. Evin özü də yaxşıdır. Yerləşmə yerində deyim, Binə qəsəbəsində birisi hansı tərəfdədir. Bu şey var. Bağça yolu deyilən yol var. Ülvi yolu. Bax, həmən o yolda yerləşir. Qiyməti də 60 mindir. Sredni qiymətli, pis qiymət deyil. Dostlar, sonra bura nə idi? Burada qonaq otağı boyda geniş, iri bir yataq otağıdır. Səliqəli, böyük. 2 dənə pəncərəsi var dostlar, gördüyünüz kimi. Geniş evdir. Sonra keçəcəm. Burada yataq otağı. Yataq otaqları da genişdir. Ofisi 4 otaqdır da dostlar. Bura yataq otağı. Qəşəng. İri bir yataq otağıdır. Səliqəlidir. Hər şey tam qaydasında. Ətraflı çəkirəm. Bax, qapıları zadı. Hər şey görəsiniz. Lüstrun üstünə kimi çəkirəm da. Nə istəyirsiniz? Bu da qəşəng işıqlandırılmadır. Buna bax. Qəşəng. Çağırıram gəl. Haralarda kalmışsan. Dostlar bakın, belə bir güzel ev yoxdur. İnşallah kim alsa Allah xeyrin versin. Pəncərələr də bax açıram, hər tərəfini göstərim də. Dəmir reşotkaları var, bax qəşəngdir. Ora məsafəsi, gəzdik də bax oranı. Gül kimi ev. Dostlar, qiymət 60 min, dəyər məncə. Tələsin gəlin. Evin sanitar qovşağı qaldı. Onu da göstərək. Bax, sanitar qovşağının metlağı var yerində. Bir dənə kabel var onun evdə. Qalan hamısı qəşəngdir. Normal qaydada. Bu gülləşi başqa bir ekskluziv aura verir. Evə də söz yoxdur. Kondisionerinə kimi dostlar, baxın, geniş, iri kondisioneri var. Evdən demək olar bir dənə televizor götürdü. Qalan hər şey qalır. Kondisionerinə kimi evim vardı. Dostlar, ev oturulmuş super evdir. Evin kombi xəttləri yoxdur. Pes qoyubdur, kombi xəttləri yoxdur, onu deyim. Padvaldan kim istəsə yığdıra bilər kombi xəttləri. Amma bu evə yəqin ki, bu pes sərf edir ki, kombi xətti qoydurulmayıbdır. Ondan sonra Yəni elə bilirəm siz mənə sual verirsiniz, mən də cavablandırıram da, hər şeyi açıqlaması ilə deyirəm.
Dostlar, real alıcılar buyurun. Səhifədə əlaqə nömrələri var. Əlaqə saxlayın, gəlin. Allah xeyirinizi versin. İnşallah götürün. Düşərli olsun. Düz deyəşkin. Sen beni seçmensen